hazırda keysariyyə əməliyyatına başlayacağıq bir spinal anesteziya altında. Xəstədə birinci hamiləlikdir, fəsadlaşmış normal anamnezidir. Yəni xəstə fəsadlaşmış normal anamnezi də rayondan göndərilir. Deməli, hamiləlik artıq 4 həftə geridə inkişaf edir. Dönüş əksər hal çox kiçikdir, dönən maye kəskin azdır, cilt funksiyasını tamamilə itirir. Bizdə tam doğuş vaxtı olsa da, amma biz burada müəyyən problemlər görürük, yəni kəskin su azlığı da su yoxdur. Eyni zamanda cildin funksiyası pozulur, amma Allah ki, hələlik uşaq sağ-salamatdır. Ananın beləyində kəskin zılal artır. Yəni, həm də glomerulonefrit, pielonefrit var. Ona görə də təcili olaraq əməliyyatın deməli, hamiləlik keysariyyə əməliyyatı sonlandırmaq qərarı verdik. Allaha şükür, Allahın köməyinə hər şey yaxşı olar, hələlik uşağımız salamatdır və düşünür ki, əməliyyatdan sonra ola bilər ki, uşaq spağa kuvvəzə düşsün. Yəni, evlik tam, deməli, həkim pediatr heyəti tam hazır vəziyyətdədir. Yəni, Allaha şükür, yaxşı olar, Allahın köməyi ilə, Allahdan ümidimiz üzülməz. Çox sağ olun, Allaha şükür ki, əməliyyatı canlı açacağım, əməliyyatın gedişini də izləyə bilərsiniz və eyni zamanda canlı olaraq birazdan canlı açacağım, suallarınızı da görə bilərsiniz. Çox sağ olun, hələlik. Uğurlar. Canlı açarıq. Sağ olun.